Mən görmüşəm, bir dənə rolik düzəldiblər, mənim söhbətlərimdən gülüş işarələri qoyurlar, bəlli o cəryanlar. Məsələn, deyirsən ki, adam namazı vaxtında qılsın ki, Peyğəmbərin adamdan xoşu gəlsin, deyir, bu şirkdir, Allah ancaq. Bəzi avam adamlar da tora düşür, düz deyir də, Allah ancaq Allah. Amma Allah Quranda deyir ki, Vallahu və Rəsuluhu əhaqqı ən yurzuh. Deyir, Allahla Peyğəmbərinin razı olmağı daha layiqlidir. Niyə deyir Peyğəmbərin şirk eləyir Allah? Allaha da deyərlər, bunların əlacı olsa ki, Allah da şirk eləyir. Əstəğfurullah, öz-özünə şərik qoşur. Allah deyir ki, Allah və Peyğəmbər adamlar, niyə deyir Peyğəmbəri? Desin, elə Allah razı olsun. Nə üçün deyir? Burada nə hikmət var ki, Allah və Peyğəmbəri, Allah və imam, nə üçün? Çünki biz özümüz kimi bir varlığı daha tez hiss edirik. Peyğəmbər bizim kimi daha insandır. Onun razılığını daha tez hiss edirik. Allah yolu asanlaşdırmaq üçün dostlarını da göndərib ki, bunlar meyardır mənim razılığım üçün. Bu səndən razıdırsa, mən də razıyam. Burada şirk var. Bu tohidin özüdür, tohidin həqiqətidir. Tohid budur. Quranda da deyir ki, Allah və Peyğəmbərini razı sal. Bu tohidin özüdür, həqiqətidir. Qabaqlar belə bir adət var idi. Cəmaat uşaqların əlindən tutub aparardı imamların yanına ki, indidən sevgisi ürəklərinə düşsün. Bir nəfər gəldi, dedi, Həzrət Əli əleyhissalama dedi ki, ya Əmir əl-Möminin, bilirsiniz ki, mən sizi sevənlərdənəm, sizin aşiqlərinіздənəm, uşağımdan nigaranam, övladımdan. Biraz elə bil ki, o eşki görmürəm övladında, sizə qarşı, əhl-i beytə qarşı, sənə qarşı. Əli əleyhissalam dedi ki, götür, gəl yanıma. Deyir, götürdü, gəldim, apardım. Deyir, daxil oldu otağa, cavan yeniyetmə uşaqdır. Həzrət Əleyhisselam baxdı ona, salam verdi. Bir-iki kəlmə, az. Bir-iki kəlmə, bir-iki sual verdi, danışdı və salam. Dedi ki, nigaran olma. Deyir, götürdüm uşağı, gəldim evə. Gəldim evə indi, oturmuşuq, deyir, süfrə salıram, görürəm, dizin qızaqlayıb, ağlayır uşaq. Göz yaşı dökür. Deyirəm, gəl çörək yi, gəl yemək yi. Deyir ki, ağam üçün darıxmışam. O adam ki, onun yanına aparmışdın. O nə mehriban idi o. Gördüm ki, vəssalam, o ürəyinə düşüb. Eşq ürəyinə düşüb. Gördüm ki, elə hey, bu ağlamaq qara günlərin ağlaması deyil. Bu, insanın inkişafının başlanğıcıdır. Bu ağlamaq özü bir sevinclə qarışıq göz yaşıdır. Şövq göz yaşıdır. Sevgi olan şeydə acılıq, bədbəxtlik yoxdur. O adamların həyatı keyfiyyətlidir. Bu eşqlə yaşayanların. Yoxsa qazan, yi, iç, orada işlə, burada işlə. Bundan valla heç bir şövq həyata gəlməyəcək, axtarmayın, keyfiyyət gəlməyəcək. Bunlar lazımdır, həyatda işləməsən heç ibadətin qəbul deyil. Amma bunlar heç vaxt hədəf ola bilməz insan üçün. Bizim missiyamız bilirsiniz nədir? Cəmaatı, bəşəriyyəti bu qapı ilə tanış eləyək. İnsanları gətirək bu qapıya. Bu qapıya gətirək, onlar öz işini görəcəklər. Heç olmasa mane olmayaq insanlara. Elm lazımdır, bəli lazımdır. Bu yolda elm mütləq lazımdır. Amma elmin işi bir üstünədir. Elm gəlir, əlindən tutur, verir sevginin əlinə, əli aparır. Sevgi aparır səni. Sevgi səni aparır. Eşq aparır.